başlayırıq ilk dərsimizə. İlk dərsimiz Çeçenski kod olacaq, yəni Çeçen yerişi. Bu hərəkətdə deməli 4 say var, 2 sağ ayaq, 1 sağ, 1 sol, 1 sol, 1 sağ. Yəni göstərimdə özünüz başa düşəcəksiniz, nəyi nəzərdə tuturam. Deməli bizdə ilk birinci ayaq var, sonra əllər, sonra da ikisi də birləşdirilir. Başlayaq ayaqlarla. Çoxları birbaşa verir Çeçenski kodu. Amma mən sadələşdirəcəm. Elə bir 3 mərhələ olacaq. 6-cı mərhələdə Çeçenski kodu tam eləyəcəksiniz. Birinci göstərim Çeçenski kod nədir? Çeçenski kod göstərim. 2, 4, 4. Yandan göstərim. Deməli. 4, 4. Bu hərəkəti eləmək üçün ilk öncə nə edirsiniz? Qavada göstərəm. Həmişə hərəkətə başlayırıq sağ ayaq. Deməli, birinci 2 dəfə ayaq yerdə vurulur. Yəni, ayaq altı tam düz yerdə vurulur. Yandan göstərəm. Ayağa vurarkən nə belə, nə belə. Yəni, birinci daban, sonra pəncə, birinci pəncə, sonra daban olmaz. Birbaşa ayağın altı tam yerə vurulur. Möhkəm vurulur. Bu oldu 1. Biri vurarkən sol ayağımız qalxacaq. 1. Nəyə görə? Birazdan onu başlayacağım. Artıq hərəkətimizi edin. Deməli, bir ayağı vururuq. Qalxan ayaq 2 gəlir qabağa. Deməli, 1 ayağı qalxdı. Yükü verir tam sağ ayağın üzərində. 2. Hər iki ayağımızı fırlatmır. Yəni, bu birinci mərhələ verilmişdir. 2 qoyanda ayağı qabağa. Nə çox yaxın qoyursunuz, nə çox aralı qoyursunuz. Nə yana, nə sola. Düz qabağa. Qoyanda daban biraz içəri baxır. Diz 30 dərəcə yan tərəfə baxır. Deməli, nə elədik? 1. Ayağını vurduq. O birisi ayağı qalxdı. 2. Qabağa qoyduq. Ayağı elə fırlatmır. Həmənki qayda o birisi ayaq. Deməli, 1, 2. Həmənki ayağına 3, sola. Vuranda o birisi ayaq. 3, 4. Həmən qayda sağ ayaq. Deməli, solu vuranda sağ ayaq qalxacaq. O birisi ayaq gələndə daban biraz içəri. Yəni də həmənki qayda. Nə çox yaxın, nə çox aralı, nə sağa, nə sola, düz qabağa. Diz 30 dərəcə sağa, daban da biraz yana bax. Deməli, nə işləyirsiniz? Ancaq bunu. Aşağı tempdə göstərir. 1, 2, 3, 4. 1, 2, 3, 4. Bu oldu bizim birinci mərhələ. İkinci mərhələdə bir dənə detal var, onu əlavə edirik. Həmənki şeyləri, prosta bir say əlavə edirik. Necə? Yandan göstərirəm, daha rahat olsun. Sizləri göstərirəm ki, çünki bıraxın. Deməli, 1, 2 ayağı qoyandan sonra üstündə durduğum ayaq, yəni sağ ayaq, pəncə yerində qalmaq şərti ilə daban biraz fırlanacaq içəri. 3. Yəni, belə bir şey olacaq. Arxadan göstərirəm. 2, 3. Daban fırlanır içəri. Fırlananda pəncə sağa sola getməsin. Pəncə düz yerində qalır, ancaq daban fırlanır. 3. Yaxşı. Deməli, bir də başlayalım. 1, ayağa qalxdı. 2, daban içəri sürüşdü. 3. Həmənki qaydanı sonra. 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Yandan göstərirəm. Həmişə sağ ayaqdan başlayırıq, yadından çıxartın. Deməli, 1 ayağa qalxdı, 2 pəncə qoyuldu, 3 daban fırlandı. Sonra sol ayaqdan 1, 2, 3. 1, 2, 3. 1, 2, 3. Bunu elə bil ki, birinci mərhələnin 20-20 edirsiniz, 5-6 dəfə 20 elədiniz. İstirahət edirsiniz, 20 elədirsiniz. Ayağı öyrəşəndən sonra sürüşdürməni bunu əlavə edirsiniz. Bunu da 20-20, 5-6 dəfə elədikdən sonra aralarında məsafələrlə. Beyin öyrəşəndən sonra 1, 2, 3 yox,
o 2, 3'ü eyni anda edirsiniz. Necə? Yəni 1, 2, yəni ayaq vurulanda daban eyni anda vurulur. Yəni belə bir şey olur. 1, 2, eyni anda. 3, 4. Çox uşaqlar burada nəyə səhv edir? Eləyəndə 1, 2, daban sürüşdürəndə dabanı qaldırır. Dabanı sürüşdürəndə tam yerə kontakt olmalı. Yerlə sürüşməli. 1, 2, sürüşməli. Qaldırıb qoymayın. Sualların çox səhvləri üçün mərhələdir. Üçüncü dediyim qayda, üçüncü mərhələdə. Deməli, 1, 2 necə olur? Bir ayaq vuruldu, 2 pəncə vurulan mani daban da kullanır içəridir. Yəni 1, 2, 3, 4, 2, 3, 4. Bu oldu üçüncü mərhələ. İnsə keçək əllərə. Əllər deməli, əl keçməmişdən qabaq biz qamətdən danışaq. Çalışın çiynlərinizi arxaya verin, sinənizi qabağa verin, çənənizi yuxarı qaldırın, gözlərinizi tutun. Yəni çalışın asanka deyirlər. Qamətiniz yaxşı dursun. Yəni, bu olmasa, qozbel dursa, rəksiz olacaq durur. Keçək əllərə, düz durmuşsunuz. Birinci başlanğıc vəziyyətdə yumruğu elə belə tutun. Deməli, 1, əllər açılır. Əllər açılanda barmaqlar tam açılır. Yəni, yığcam olmasın, tam açılır. Nə çox qabağa, nə çox dala, yanında və çox da aralı yox. Bu qədər kifayət edir. Bu oldu 1. 2-də bir əl gəlir, sol əl gəlir, böyrəyin üstünə, sağ əl gəlir, üst sinənin yuxarı hissəsinə. Sinənin yuxarı hissəsinə gələndə qayda nədir? Dirsək həmişə biləkdən yuxarıda olur. Yəni, belə olmasın. Nə qədər yuxarı olsa, o qədər geçir. Çox da sağa gətirməyin və yumruğu da sıxılır. Bu oldu 2. Buradan əl düşür deməli. 3, 4. Həmənki qayda bunlar. Sağ əl böyrəkdə, sol əl isə yuxarıda, dirsək yuxarıda, bilək aşağıda, yumruğu da sıxılır. Və burada əsas səhvlərdən bir uşaqlar necə edir? Əli salanda, əli qabağa gətirib belə edir. Belə eləməyin. Bu əl buradan düşəcək. O bir digər əl isə sinəni qalırsın. Deməli, 3. Yəni, belə şey olmasın. Deməli, 3, 4. Bir də başdan. Əllər yanında yumruq. 1, açdın. 2, qalxdı. 3, açdın. Əllər dəzən. 1, 2, 3, 4. 1, 2, 3, 4. Şimdi ayaqla əlləri birləşdirək. Deməli, qayda necə? Ayaqları vuranda, hər dəfə ayağımızı vuranda əllərimiz açılacaq. Sürüşəndə əl qalxacaq. Başlayaq. Deməli, əllərimizi saxladıq, sinədiniz baş yuxarı. 1, vuranda əllərimiz açılır, eyni anda. Yəni, vurub, sonra açmayın. Eyni anda 1, ayaq baxdı, yaddan çıxartmayın. İndi burada bir nüans var. Sol ayaq qabağa gəlirsə, sağ ayaq qabaqda olacaq. Necə ki, siz yeriyəndə sağ ayaq atırsınız, sol çıxır, sol ayaq atırsınız, sağ çıxır. Yəni, burada da həmənki qaydadır. 1 vurdunuz, ayaqlar qalxdı. 2. Deməli, sol ayaq qabaqdadırsa, sağ ayaq qabaqdadır, o bir sərə verir. Təzən vuranda əl açılır. 3, 4. 1, 2, 3, 4. Yandan göstərirəm. Yumruqları tutub, əllər yanında, sağ ayağından başladı. Ayağa qalxdı. 2, 3, 4. 1, 2, 3, 4. Sol tərəfdən göstərirəm. Yumruqlar yanında, sağ ayağından başladı. 1, 2, 3, 4. 1, 2, 3, 4. İndi biraz tempi qaldırıram. Yandan göstərim. Tempi biraz qaldırır. 1, 2, 3, 4. 1, 2, 4. Əks tərəfə. Başdan vəziyyətə alırıq. Yumruqları saxladıq. Sağ ayağından başlayalım. 1, 2, 4.
İstəyirsən musiqi ilə götürək. Bugünlük bu qədər. Çalışın dərslərimizi sıfırdan, yəni ilk saniyələrdən bir də baxın ki, yəni hər bir detalı bir təkrarən diqqətlə izləyəsiniz. Növbəti dərsdə görüşürüz.